Deməli, uşaqlar, biz günləri sizinlə Dərdənin Harmoniya Dərnəyində nə öyrəndik? Mövzumuz nədir? Folklorun və parı. Günləri biz bildik ki, folklor musiqidə vacibdir. Folklor aşıq musiqisi, sonra xalq mahnıları, bunlar hamısı folklora aid bir nümunələr idi ki, biz onlarla sizi tanış etdik daha doğrusu. Bu günləri isə tam başqa bir mövzuya müraciət edəcəyik. Bədii qiraət. Sizcə bədii qiraət nədir? Bədii qiraət nədir ümumiyyətlə? Bax, bədii qiraətin anlamı sizdə hansı təəssüratları yaradır uşaqlar? Bədii qiraət yəni ifadəli oxu, sonra məsələ oxuma, şeiri yazma, aktyorluq bacarığı, aydın nitq, bəli. Bax, mən hər hansı bir şeiri deyə bilərəm. Məsələn, Səməd Vurğunun bir şeiri var, Azərbaycan şeiri. Onu, məsəl üçün, bir tələsə deyəsək ki, el bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, qaça. Buradan bir şey anlaya bilmirik. Bir də var ki, onu intonasiyona deyirik ki, el bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən. Devam elə, anam doğma vətənimsən, ayrılarca könül canına, Azərbaycan. Gördünüz, biz bu şeiri deyəndə əlbəttə nəyə fikir verdik? Birinci, inanatı, ikinci, sərist danışımıza, ondan sonra həmçinin diksiyamız təmiz olmalıdır. Sonra da aktyorluq hərəkətləri olmalıdır. Və ən azı güclü nə olmalıdır? Yaddaş olur. Əgər biz şeiri əzbər bilməsək uşaqlar, biz onu tamaşaçıya çatdıra bilmək. Deməli, bədii qiraət bir əsəri, hər hansı bir poemanı, hekayəni, dram əsərini, şeiri, sənətkarın səsini, diksiyasını və onları məlahətli ifa vasitəsilə canlı şəkildə oxuması və dinləyiciyə təqdim etməsidir. Bu bizim bədii qiraət haqqında məlumatımızdır. Demək, indi isə biz sizinlə bir şeiri, intonasını oxuyacağıq və oxuya da əsaslandıracağıq və sizə çatmış olacaq ki, məlumatlı dəqiq intonasiyanın oxumaq nə deməkdir, bədii qiraətin şeiri nə kimi olmaq və s. Bu qızın Fəryad şeirini başda oxumağa birinci bəndini tam oxuyacaq, baxaq görək kim daha diqqətli, kim səlis, kim düzgün tələffüzə fikir verəcək. Buyur qızım, ucadan. Quşların səsini istədi ürək, cüyür mələşməsi düşdü könlümə. Bir ana, bir bacı, məhəbbəti tək, bir meşə həsrəti köçdü könlümə. Aferin, bəsdir. Bax, burada Dəniz oxuyarkən uşaqlar diqqətlə qulaq asdır. Nəyi? Tələsdi. Nəyə ayısalım? Biraz tələsdi. Daha. Orada gördü sadalama sözlər var idi. O zaman nəyə? Durğu işarələr. Orada vergülər var. Vergüllərdə biz nə etməliydik? Susmamalıyıq. Biraz ara verməliydik ki, bir ana, bir bacı, aferin. Davam elə. Çəkdi o yerlərə çəmən, çay məni, çəkdi etibarlı boz sərçələr də. Elə harayladı torağay məni, səsi qulağıma çatdı şəhərdə. Aferin. Daha, buyur. Bir qatar tərpəndi qəmimə düşmən, yuxunu ömrümdən yedi həsrətim, meşənin dilindən, quşun dilindən, qorxulu nağıllar dedi həsrətim. Aferin, buyur, sən də tələsdin. Heyrət, Aramla, səlis. rəsmi nitqimi bağladı belə, bəs niyə ağaclar kölgə salmayıb? Ay aman, cüyürü demirəm hələ, meşənin özündən əsər qalmayıb. Bax, çox sağ ol Əsma. Bax, bədii qiraət demək olar, hər hansı bir şeiri necə ifadəli oxumaq, sonra ifadəli oxumaq, onu auditoriyaya təqdim eləmək, düzgün təqdim eləmək, aydın təqdim etmək, ondan sonra bacarıq, sonra nə? İstedad. Əgər bir şagirdin istedadı yoxdursa, bir onu bacarığı yoxdursa, istedadı yoxdursa, əlbəttə ki, biz həmin o keyfiyyəti ala bilməyəcək. Düzdür uşaqlar? Yəni, istedad əlbəttə ki, vacibdir. Sonra kim nə deyə bilər? Sən oxudun oğlum? Yox. Aha, bir məndə sən oxu, buyur. Ağaclar dırmaşıb, dəcəl uşaq tək,
Dağın zirvəsinə yamacla yolla. Tamaşa etməyə bir cüt göz gərək. Meşə bəhsə girib göylə maşallah. Neylə maşallah? Göylə maşallah. Göylə. Göylə maşallah. Gördünüz? Bax, uşaqlar gördünüz? O oxudu göylə maşallah. Mən başa düşmədim göylə maşallah nə deməkdir? Burada nəyi düz demədi? Vurğunu və intonasiyasını. Gördünüz? Oxudu göylə maşallah. Mən başa düşmədim. Göylə maşallah. Aydındır? Bir də o misranı oxu, düzət. Bir daha fransız cümlələri. Meşə bəhsə girib göylə maşallah. Meşə bəhsə girib göylə maşallah. Bir də Meşə bəhsə girib göylə maşallah. Demək orada deyilmə, hansı turqu şairəsini düzgün elədik? Biz orada intonasiyanı gördük, düzgün qoymadıq deyə göylə maşallah. Artıq orada intonasiya etdi, fikir ayrılığı oldu. Amma biz orada susub, əlbəttə ki, o müraciəti göylə maşallah arasında olan intonasiyanı düzgün deyəndə artıq fikir, ideya bizə bəlli oldu. Aferin uşaqlar.